Sıradan bir insan investisiya etmək istəyirsə, o nədən başlamalıdır, nələrə diqqət yetirməlidir? İnsanlar uzunmüddətli maliyyə alətləri haqqında o qədər də daha geniş məlumatlı deyirlər. Eyni zamanda təbii ki, bu istiqamətdəki riskləri qiymətləndirmək üçün bir qədər də bu sahədə məlumatlı olmalıdır. Ona görə də hamı daha asan yola əl atır. Məsələn, az pul qoymaqla tez bir zamanda gəlir götürmək kimi formalar üzərində daha çox dayanılır. Bunlardan biri də təbii ki, bir daha qeyd etdiyim kimi daşınmaz əmlaka investisiya qoyuluşlarıdır. Məsələn, insanlar fikirləşir ki, kiçik ölçülü qeyri-yaşayış obyektlərini alıram. Həm bir tərəfdən onun dəyəri artır. Tutaq ki, 5 ildən sonra satmaq istəsəm, bu gün aldığım dəyərdən bir 30%, 40% baha qiymətinə sata biləcəm və daha tez satmaq imkanım var. Eyni zamanda həmin müddət ərzində o daşınmaz əmlakı icarəyə verib icarədən müəyyən bir gəlir əldə etmiş oluram. Bundan da başqa ən nəhayət Azərbaycanda daşınmaz əmlakla bağlı risklər olduqca aşağıdır.